Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilərim və əzizləyicilərim. Deməli, bu gördüyünüz kombinin vəziyyətini görürsünüz. Tozlu, çirkli haldadır. Yəni, bunlar təmizlənməlidir, səliqəli variantla, pirsoslanmalıdır. Nəysə bir detal xarab olur, gəlirlər, misal üçün çağırırlar birini ki, bu düzəlməlidir, düzəldirlər. Deyir, bir detal xarab olub, bu zapsasını dəyişdik, bunu qoyduq, işlədi. Şərt onu qoymaq deyil, şərt odur ki, sən onu vadar eləyən səbəbi həll eləməlisən ən birinci ki, sənin o təzə alıb qoyduğun zapsas da heç olmasın. Belə olan səbəblərdə çox problemlər yaşanır. Müştərilər daha da çox xərcə düşür. Ondan dolayı mən hər bir kəsə deyirəm ki, sizlərə demə məqsədim bilirsinizmi nədir? Bu günləri baxırsınız, görürsünüz, gedirsiniz, misal üçün bir evə gedirsən, misal üçün zapsas götürürsən, ondan sunkalar bir-birindən ağır sunkalar daşıyırsan, əziyyət çəkirsən də, yüklü sunkalar daşıyırsan ki, müştəri rahat olsun da, gelib kiməsə ağız açıb, ay kəlbətin ver, ustanın yoxudur, ay atverka ver, yoxudur, söhbəti olmasın. Təmizlənməlidir hər bir şeyə. Kombi baxımı nə deməkdir? Hər bir şeyinə baxmalısan, nəzarət eləməlisən. Görsənmə, burada krantı bağlayıblar. Götürürsən, o ağırlığında sunka daşıyırsan, əziyyəti çəkən sənsən, hələ bir üstəlik sənə bir muz qoyur ki, bu nədir? Bu qədər sunkanı yığıb gətirmirsən. Filan kəs gəldi, getdi, bir dənə kəlbətini vardı, bir də atverkası, həll elədi, çıxdı, getdi. Söhbət o deyil. O filan kəs dediyin, filan kəs məsləhət bilib dediyin adam gəlib düzəldib, bəs bir həftə niyə işləyib ki? Bir həftədən elə çox gedərdi də, gedərdi, bir il gedərdi, lap olardı 6 ay işləyərdi, niyə işləmədi ki? Elə o bir atverka, bir kəlbətin beyninizdə qalıb, allanmışsınız elə bir atverka, bir kəlbətin, gəldi 10 dəqiqə həll elədi, getdi. Axı bu işlər zəhmət tələb eləyir. Görürsünüzmü bu qədər strumeti? Bu qədər strumet hər biri o gördüyünüz kombiyə qulluq eləyir. Görürsünüzmü? Bu günləri bunların detalların təmizlənməsi hamısı diqqət tələb eləyir. Qıraqdan baxmağa nə var ki, hasaddır. Bir dənə bunun içini təmizlədi, fişə qoydu ora, getdi. Amma onun əziyyətini onu işləyən adam bilir ki, nədir? Onu da, dəqiq işinə baxan usta dostlarım, usta qardaşlarım, Allah hər birimizin ruzusunu bol eləsin. Bu gündəki gündə qıraqdan baxmaqla deyil. O işin çətinlikləri çoxdur. İşin çətinlikləri çoxdur, təbii ki. Bu adi gördüyünüz kaplyar görürsünüzmü? Barelin kaplyarıdır, tutulubdur. Barel görsətmir, suyun miqdarını, vırdığın miqdarı sən görmürsən, yağ su vurursan, bir də görürsən 3 atmosferi keçib, əmniyyət ventili atıb, su fışqırıb, hər yeri su eləyib. Bu günləri onların hamısı təmizlənməlidir, hər bir şeyə. Kombi baxımı nə deməkdir? Hər bir şeyinə baxmalısan, nəzarət eləməlisən. Görsənmə, burada krantı bağlayıblar. Yay qış rejiminə salmaqdan ötəri götürüb isti su getdiyinə görə ataplenliyə krantı bağlayıblar. Görürsünüzmü nə vəziyyətə düşüb? Krantı daimi açıq qalmalıdır. Bugünkü gündə özünün tənzimləyicisi var. 3 yollu vana motoru var orada. Bu günləri bu gördüyünüz, görürsünüzmü turba nə vəziyyətə düşübdür? Qaynama yaradıb, bişib əriyib, radiatoru gör nə günə salıb. Su dövriyyəsi olmadığına görə içində qaynama yaradıb o. Bu hallarda termostat algılayır, kombi yerindəcə sönməyə başlayır. Halbuki sənin ataplenin isinmir, sənin mətbəxtə gedən su isinmir. Görürsünüzmü? Xətlərin, gözlərini görürsünüzmü nə vəziyyətlərə düşüb? Bunu vadar eləyən səbəblər hər biri, gördüyünüz kimi mərifət usta sayəsində hər biri təmizlənib, hissdə-hissdə, keyfiyyətli şəkildə sunulur. Hazır vəziyyətə yığılıb salınması, hər biri işini mərifət usta tərəfindən, mənim tərəfimdən bunlar icra olunur.
Yəni görürsünüzmü, köhnə vəziyyətini gördünüz də. Bu da təmizlənmə versiyasıdır. Yəni dərmanlanıb, təmizlənib, hazır vəziyyətdə təmizcə. Yəni eşanjör görürsünüzmü? Bala eşanjördə problem vardı. Qaynama yaradı tutulmuşdu. Ana eşanjördə tutulmuşdu. Gördüyünüz kimi görmüşdünüz də siz. Bu da hazır vəziyyətidir. Yəni kombi hazır vəziyyətdə, işlək vəziyyətdə. Yəni kombinin də üzərində gördüyünüz kimi xres işarəsi atmışam ki, yəni atoplen rejiminin dayanması. Yəni ev yiyəsi bilməyibdi. Yəni farz edib ki, xres atdığım yer mətbəxtin suyu isidib azaltmasıdır, atoplenini qoşubdur. O da qaynama yaratdıqca yuxarıda radiatoru yandırıb, termostat dərhal işə düşərək atıbdır ki, təhlükə yaranmasın. Biz o problemi aradan qaldırdıq. 1,5 təzyiqdə, hazır vəziyyətdə, mətbəxdə də dərəcəni qurmuşuq. Yəni hazır vəziyyətdə keyfiyyətlicə işləyir. Yəni sizin də ehtiyacınız olarsa, qulluğunuzdayıq. İşlərimiz səliqəli və keyfiyyətli, sunuruq işlərimizi. Sizə nə sualınız olarsa, qulluğunuzdayıq. Allah sizləri var eləsin, ruzunuzu bol eləsin, cibinizi dolu eləsin. Yəni bu işlər hamısı əziyyət tələb edir. Bilənlər bilir, bilməyənlərə də mən deyim. Oldu, diqqətinizə görə minnətdaram. Allah sizləri qorusun. Allah sizləri həmişə var eləsin, ruzunuzu bol eləsin bir daha. Kanalımıza abunə olmağı və video bəyəni atmağı unutmayın, zəhmət olmazsa. Mərifət Usta TV-yə. Sağ olun, gələn görüşlərədək. Allah amanında.